dinindən, mənsubiyyətindən asılı olmayan hər bir Azərbaycan vətəndaşını təbrik edirəm. Əziz şəhid analarım, mən özümü və sizi təbrik edə bilmirəm. Hərdən deyirəm ki, qayıtsaydılar nə yaxşı olardı. O qədər üzgün oluram, o qədər küskün oluram, o qədər inci oluram ki, hər dəfə bu zəfər gəlib çıxanda o mənə çatmır. O yanıb paralanmış ürəklərdə, o kül qalmış ocaqlarda hansı ayrılmazlar ki. Onu o sevindirən, o qəlbləri yaşadanı yoxdursa nə olacaq ki? Ona görə də sizlərə də, yenə özümə də bu zəfərdə Allah'tan səbir diləyirəm. Allah sizləri qorusun deyirəm. Var olun, ayaqdasınız. Allah sizə ömür versin. Mən sizinlə əsli mənada fəxr eləmişəm həmişə. Həmişə fəxr eləmişəm. Elə vəhdət halında məclislərdə olduq, neçə vaxt iştirak elədik. Düzdür, yaşlanırıq, indi görəcəksən bir soluruq. Dünyamızı biz tutub gelməyəcəyik, biz bu qədər yaşamayacaq. Bizim də 5-10 gün ömrümüz var. Amma İstərdim ki, onu bir mənalı keçirdi bu uşaqlarımıza xatır. Allah şəhidimizə rəhmət eləsin. Allah səbir versin. Qardaşlar, bacılar, süfrədə 2 neymət, duz və çörək varsa, Bismillah. Bismillah edin.